Cəmiyyətimizə baxanda kişilərlə qadınlar arasındakı ən böyük fərqlərdən biri qadınlarımıza uşaqlıqlarından bəri qəzəb duyğusunu ortaya qoymağa və bunu yansıtmağa icazə olmuyor. Amma kişilər üçün qəzəb duyğusunu yansıtmaq həmişə rahat olur. Buna görə də böyük olanda, yəni yetişkin hallarında qadınlar bir şeylərə əsəbləşəndə öz duyğularını rahatlıqla ifadə edə bilmirlər. Amma kişilər əsəbləşəndə kükrəyirlər və bu normal hal kimi qəbul edilir. Bunun bir başqa versiyası, qadınlar öz qəzəblərini ortaya çıxara bilmədikləri üçün ekstra həssaslaşırlar, ağlayırlar, kədərlənirlər, bəzi şeyləri kişilərin deyimi ilə dramatikləşdirirlər. Amma kişilər duyğulara heç bir şəkildə dözümü olmadıkları halda qəzəb duyğularını ən yüksək səviyyədə göstərsələr belə əslində duyğu yaşadıklarını, duyğuya uyğun şəkildə hərəkət etdiklərini və qəzəb duyğularını kontrol edə bilmədiklərini də görürlər. Yəni bir yerdə kişilər qadınların duyğusal olmağından şikayət edəndə özləri qəzəb duyğularını idarə edə bilməyən varlıqlara çevrilirlər. Digər tərəfdən qadınlar kişilərin çox əsəbi, qəzəbli olduğundan şikayət edəndə əslində özləri o şəkildə duyğunu ortaya çıxara bilməyəcəkləri üçün özlərini pis hiss edirlər. Yəni məsələyə baxanda qəzəb də bir duyğudur və qəzəb də digər duyğular kimi yansıdılmalıdır, amma ən düzgün çərçivə ilə və qarşı tərəfi incitməyəcək şəkildə. Sevgiler.